Şeyx, həmçinin bəzi videolarda bəzi şəxslər Əhlüsünnəni nasibliklə ittiham edirlər. Əslində Əhlüsünnənin nasiblərə mövqeyi necədir? Nasiblər kimlərdir? Bilirsiniz, nasiblər bidət əhlidir, səlalət əhlidir. Nasiblər yəni kimlərdir? Nasiblər Əhl-i Beyti sevməyənlər, qəzəblənənlər, Əhl-i Beyti sevməyənlər, Əhl-i Beyti qarşı danışanlar. Nasiblər onlardır. Lakin belə bir firqə hal-hazırda, xüsusən sünni tərəfdən yoxdur. Çünki hal-hazırda biz nəyi görürük? Biz görməliyik ki, hansısa bir sünni Əhl-i Beytdən nəsə pis danışsın. Məsələn, Əliyə qarşı və ya Həsənə qarşı və ya Hüseynə qarşı və ya Ayşəyə qarşı və ya Hüseyə qarşı. Aydındır, bu hamısı Əhl-i Beytdir. Sünni tərəfdən biz görmürük belə şey. Biz özümüz sünniyik və görürük də bunu. Lakin əgər o kimlər, indi baxır, məsələn, rafisilər bizə nasib adlandırır. Əhl-i-Sünnə hamısını nasib adlandırır. Çünki onların çıxışlarında fikir və söz başlayır Vahabi, Sələfi, Mötərizədə və ya Sələfi, Mötərizədə, Vahabi. Sonra keçir bir dəqiqə, sonra keçir sünniləri başlayır pisləməyə, təhqir eləməyə, inancıların təhqir eləməyə və s. Alçatmağa, səhv saymağa. Amma birinci söhbət, birinci başlayır hansısa bir firqədən güya ki, Vahabilərdən. Amma sonra başlayır, yəni 5% söhbətin Vahabi işlənir söz, sonra əgər diqqətlə qulaq assa, sadəcə sünni sözü işlətmir. Sünniləri vurur. Bizə görə əgər onlar rafisilərin yanaşması kimi nasibi sözünə yanaşsa, onda bizə görə rafisilər nədir? Nasibilər. Çünki aydındır ki, onlar Peyğəmbərin ailəsini təhqir edirlər. İndiyəcən, nəinki Ayşəni, radiyallahu anhəni, hətta başqa zövcələrin. Onlar indiyəcən təhqir edirlər Peyğəmbər sallallahu aleyhi ve ailəsini. Bizə görə onlar nasibirlər onda, əgər hələdirsə. Belə desək, onlar var nasiblər, bəli. Onlardır. Çünki nasibi kimdir? Əhl-i Beyti sevməyən, təhqir eləyən. Elə biz üstünü görməzsən ki, Əhl-i Beyti sevməsin. Ayşə radiyallahu anhəni, Fatiməni və ya Hafsəni və ya Xədicəni və ya başqalarını. Aydındır, nasibi əslində budur. Yəni, sünni tərəfdən demək olar ki, biz hələ adam görməmişik nasibi. Amma biz rafisilərdən işləyirik bunu həmişə. Peyğəmbərin sallallahu aleyhi ve sellem ailəsini təhqir eləyənlərdir. Bəli. Allah razı olsun. Əslində ikinci sual da hal-hazırda müstəqil firqə kimi nasiblər var yoxsa yox idi, onu da cavabı verirsiniz. Bəli, bəli.